Naz elə biraz dünyaya, Allaha and olsun, həyat təcrübəm bunu mənə öyrədir. Naz elədikcə ayaqlığa tökülür. Allaha and olsun belədir. Niyə biz bunu başa düşürük? Dünyaya naz elədikcə gəlir, yalvarır ki, qəbul eləyərsən məni. Məqam da elədi, hörmət də elədi, sevgi də elədi, pul da elədi, hər şey elədi. O saat çalışmayaq dünya üçün. Vallah çalışın, billah çalışın, gecə gündüz çalışın, amma son məqsəd müəyyən eləməyin bunu. Çalışın, bəs necə çalışaq? Çalışın, deyin ki, Allah çalışanları sevir, işləyənləri sevir. Amma son məqsəd olaraq yox. Allah üçün bu planı çək ki, Allah deyir ki, iş gör, Allah deyir çalış, Allah deyir ruzi qazan. Ruzi qazanmağın ən optimal yollarının hamısını oturub düşün, amma Allah deyirə deyək. Allah deyir ona görə. O səbəbdən, o məqsəd üçün. Onda yenə də həmin məqsədə çatırsan. Həvai nəfs bura müdaxilə eləyir. Hədəfdə müdaxilə edir ki, hədəf nədir?